Salam dostlar, hər vaxtınız xeyir olsun. Xoş gördük hər biriniz növbəti video dərsimizdə. Biz bugün 3-cü sinif şagirdləri üçün şəxs əvəzliyindən danışırıq. Başladıq. Hansı şəxs əvəzliyi deyil? Şəxs əvəzlikləri mən, sən, o, biz, siz, onlar. Yəni söz şəxs əvəzliyi deyil. Hansı şəxs əvəzliyi birinci şəxsin cəmindədir? Mən, biz. Biz birinci şəxsin cəmini ifadə edir. Hansı şəxs əvəzliyi həm də isim kimi işlənə bilir? Dostlar, biz sözü isim kimi də işlənə bilir. Bir də işlənə bilir şəxs əvəzliyi kimi. Biz kimi ucu şiş alətdir. Sanki iynəyə bənzəyir. Tam iynə deyil də. Hər hansı möhkəm əşyalar deşmək üçün istifadə olunur. Verilmiş cümlədə şəxs əvəzliyi. Neçə şəxs əvəzliyi var? Mən onları irəlidə gözləyirdim. Mən şəxs əvəzliyi, onları şəxs əvəzliyi. Cavab 2. Uyğunluğu müəyyən edin. O cəminin yaxınlaşdığını görüb sevindi. Kim sevindi? O. Biz dostlarımıza kömək etdik. Kim? Biz. Onlar yarışın qalibidirlər. Kim? Onlar. İndi uyğunlaşdıraq. Deməli, o olacaq 3-cü şəxsin təki, 1-ə B uyğundur. Digər variantları baxın, silirik. Sonra biz dostlarımıza kömək etdik. Birinci şəxsin cəmi B, A. Cavabımız A variantı. Sonra da uyğun olacaq C. Onlar, üçüncü şəxsin cəmi. Hansı uyğunluq səhvdir? Mən həkiməm. Doğrudur dostlar. Mən həkiməm. Doğru uyğunluqdur. O şagirddir. Doğru uyğunluqdur. Biz idmançısınız demək olmaz. Biz idmançıyıq demək olar. Sən müəllimsən. Doğrudur. İkinci şəxsin cəmində verilmiş cümlə hansıdır? İkinci şəxsin cəmində əvəzliyimiz olacaq dostlar, siz. Sən mənim ən yaxın dostumsan. Gəlin əvəzliklərin altına xətt çəkək. Sən, sizin, biz, o. İndi baxaq görək hansında doğru uyğunluq var. Sən mənim ən yaxın dostumsan və hər bir doğru uyğunluq var. Sizin sözləriniz məndə ilham yaratdı. Biz yarışa tam hazırıq. O hər kəsə təəccüblə baxırdı. Dostlar, biz burada axtarırıq ikinci şəxsin cəmində verilmiş, yəni siz əvəzliyinə uyğun. Sizin sözləriniz məndə inam yaratdı. Baxın, cavabımız olacaq B variantı. Ümumiyyətlə, şəxs əvəzliklərini əzbər bilməlisiniz. Yəni, birinci şəxsin cəmi hansıdır? Birinci şəxsin təki hansıdır? Birinci şəxsin təki mən, cəmi biz. İkinci şəxsin təki sən, cəmi siz. Üçüncü şəxsin təki o, cəmi isə olacaq onlar. Davam edək. Cümlələrə uyğun gələn şəxs əvəzliklərini yazın. Dostumla kinoya getdim. Mən dostumla kinoya getdim. O ağıllı uşaqdır. Biz sənin fikrinə önəm veririk. Sən təcrübəli həkimsən. O hamının etibarını qazanıb. Siz niyə danışırsınız? Mənim dostlarımdırlar. Kim? Onlar. Mən dostumla kinoya getdim. O ağıllı uşaqdır. Biz sənin fikrinə önəm veririk. Sən təcrübəli həkimsən. O hamının etibarını qazanıb. Siz niyə danışırsınız? Onlar mənim dostlarımdırlar. Davam edək. Şərtlərə uyğun cümlələr yazın. Birinci şəxsin cəmi, yəni biz. Necə olar cümləmiz? Biz sinifdə gözlədik. Yazaq. Biz sinifdə gözlədik. İkinci şəxsin cəmi. Necə olacaq dostlar? Siz. Siz bizi gözləyin. Üçüncü şəxsin təki o mətni danışdı. O mətni danışdı.
Üçüncü şəxsin cəmi. Onlar bizi yola saldılar. Dostlar, PDF əldə etmək istəsəz, bunun üçün Telegram səhifəmizə keçid edə bilərsiniz. Videonun aşağısında Telegramın linkini yerləşdirəcəm. Yəni, həmin linkin üzərinə toxunaraq PDF-i əldə edə bilərsiniz. Siz də bu cür video izahların daha çox olmasını istəyirsinizsə səhifəmizdə kanala abunə olun, videoları bəyənin və dostlarınızla paylaşın. Sizinlə mən idim İncəgül müəllimə İsmailova. Görüşmək ümidi ilə sağ olun.